Biz tarixə baxdıqda görürük ki, Attilanın atasının adı Muncuq xandır. Attilanın isə üç oğlu olmuşdu: Ellək, Dəngizlik və Irnək. Bəs görən bu adlar nə qədər doğru yazılmış və nə qədər doğru izah olunmuşdu? Tarixçilərin, dilçilərin böyük əksəriyyəti Attilanın atasının adını Muncuq kimi göstərərək Muncuq adının ola bilsin ki, dəyərli, qiymətli mənasına gəldiyini düşünür. Əslində isə Attilanın atasının adı günümüzdə türk dillərində rəqəm mənasına gələn min sözü ilə eyni kökdən olan Ming, məngü sözü idi. Yəni əbədi, güclü demək idi. Və beləliklə əslində onun adı Məngü ağa, yəni əbədi ağa mənasına gəlmişdi. İndi bu daha sonra təhrif olunaraq çağında Muncuq kimi yazılmışdı, yoxsa bu qərəzli formada Muncuq kimi oxunmuşdu? Bunu düşünmək lazımdır. Və artıq qeyd etdiyim kimi biz Ming adını Manna dövlətinin adında və Çingiz xanın nəvəsi Teymur Məngü xanın adında görürük. Attila adını dilçilər, tarixçilər iki formada izah etməyə çalışır. Bildiyimiz minilən at və el sözündən formalaşıb at xalqı, atlı xalq mənasına gəldiyi düşünülür və ikinci forma isə ata və el sözündən birləşib elin atası mənasına gəldiyi düşünülür. Təbii ki, biz artıq Maata sözünün tərs kombinasiyası kimi ataman sözü və elbaşı, basel sözündə olduğu kimi burada da ata və el sözünün birləşməsindən el atası mənasında Attila sözünün formalaşdığını düşünməliyik. Və artıq qeyd etdiyim kimi Attilanın üç oğlu olmuşdu. Bunlardan birinin adı Eləkdir. Türk dilində elək söz olmuşdu və biz elək sözündən türk dillərində tanrının sifəti kimi Ülgən adını, həmçinin Attilanın oğlu kimi Elək adını və Hami Sami dillərində yaradan tanrı mənasında İllah adının olduğunu görürük. Attilanın növbəti oğlunun adı isə Dəngizlik kimi ifadə olunur. Əslində isə düşünmək lazımdır ki, görən Attilanın oğlunun adı Dəngizmi olmuşdu, yoxsa Alpartonqada olduğu kimi Tonqa olmuşdu. Hansı ki, Orta Asiya və Mərkəzi Asiya türklərində Tanhu bir hökmdar ünvanı, rəhbər ünvanı idi. Və Attilanın növbəti oğlunun adı Ernək kimi oxunur və bu adı əsasən ər-igid və naq şəkilçisinə bölürlər. Və beləliklə Ernəyi kiçik igid, igidcik mənasına gəldiyi düşünülür. Bəlkə bu Ərən ağadır. Ta qədimdən Osmanlının əvvəlinə qədər gələn Alp ərənlər kültürü. Ərən ağa, Bükünək.